Azad edildikdən sonra Şuşanın Böyük Qala Dərəsi kəndinin də bərpası istiqamətində işlərə başlanılıb. Yaşayış məntəqəsində elektrik təsərrüfatı yenilənib, qaz xətti çəkilib, sayğacların quraşdırılmasına başlanılıb. İçməli su təminatı ilə bağlı da işlər görülüb. Hazırda isə rabitə xətləri çəkilir. Böyük Qala Dərəsində sakinlərin istirahəti üçün park salınıb. Bayraq meydanı yaradılıb. İlkin olaraq kəndə 64 nəfərdən ibarət 14 ailə qayıdıb. Hazırda işğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi Böyük Qala Dərəsi kəndində də geniş miqyaslı tikinti, quruculuq, abadlıq işləri aparılıbdır və aparılmaqdadır. Kənddə 50 ev mövcud olub, onlardan 13 ev yararsızdır, 17 ev tam bərpa edilmişdir, 20 evin də bərpası planlaşdırılır. Kənddə ümumi infrastrukturun yaradılması istiqamətində aparılan işlər çərçivəsində transformator quraşdırılmışdır. Yeni elektrik xətləri çəkilmişdir, mövcud elektrik xətləri bərpa edilmişdir. Eyni zamanda kəndin içməli su ilə təmin edilməsi məqsədi ilə su paylayıcı xətləri çəkilmişdir. Çox gözəl. Adamın sevincə həddi-hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə kömək olsun, şəfa versin. Prezidentimiz Allah can sağlığı versin ki, bu günü, bu saatı bizə yaşatdı.